1971-ci ilin payızında Maqadandan bir məktub hərbi kuryer vasitəsilə Daxili İşlər Naziri Nikolay Şelakova çatdırılıb. Hətta digər gizli məktublar arasında o, yalnız çox seçilmiş bir qrup insan üçün əlçatan olan kodla yazılıb. Bundan sonra müstəntiqlərdən ibarət qrup dərhal bölgəyə göndərilib. SSR-də qızıl hasilat əsasən ciddi dövlət nəzarəti altında aparılıb. Mədəndəki işlər hərbiləşdirilmiş mühafizəçiləri nəzarət ediblər. Bu strateji resursun oğurlanması hətta ölüm cəzası ilə belə cəzalandırılıb. Bununla belə bəxtlərini sınamaq və sonradan satmaq üçün qızılı gizlətmək istəyənlər olub. Lakin Maqadan milisindən nazirə gələn məktubda Maqadandan bir işçinin tezliklə bölgədən təkcə qızıl tozunu deyil, həm də çəkisi 12 kiloqramdan çox olan bərk külçəni qaçaqmalçılıq yolu ilə çıxarmağa cəhd edəcəyi ilə bağlı məlumat göndərilib. Moskvanın mərkəzi ofisinin müstəntiqləri dərhal hadisə yerinə uçub. Eyni günlər ərzində ölkənin müxtəlif bölgələrində ümumilikdə bir neçə kiloqram qızıl qumlar satmağa cəhd edən onlarla insan həbs edilib. Nazir dərhal nəyin bahasına olursa olsun mənfi halın aradan qaldırılması üçün Baş İstintaq İdarəsinə göstəriş verib. İstintaq əməliyyat qrupuna rəhbəri rayon Daxili İşlər Şöbəsinin xüsusi müstəntiqi Vadim Çelakova həvalə edilib. Magomed Solayev 39 il Qastello mədənində Bravo kəşfiyyat qrupunda maşinist işləyib. Onun 7-ci sinif təhsili tullantıları bulduzerə qoyulara atmağa kifayət edib. Bəxti gətirəndə bəzən tullantılar arasında qızıl dənələri də tapa bilib, lakin bu dəfə həqiqətən bəxti gətirib. Magomed daha bir tullantı daş yığınını çuxurlara doğru hərəkət etdirməyə başlayıb. Birdən o zəif parıldayan böyük bir daş görüb. Parıltını görən işçi qızılı hökumətlə bölüşmək fikrində olmayıb. Tez qızıl daşı bulduzerin oturacağının altında dərinliklə gizlədib. Həmkarı gələndə isə bulduzerin işləmədiyini və təmirə ehtiyacı olduğunu deyib. O zaman qızılın qramı 5 rubl təşkil edib, lakin Soloyev onu materikə özü daşımağı planlaşdırıb. O dillerlər vasitəsilə Moskvadan qızılın yeni Volga avtomobili ilə dəyişmək istəyib. Magomed mədən rəhbərliyinə heç nə deməsə də dostlarından birinə bu dəfə böyük qazanc əldə edəcəyini ehyam vurub. Məlumat müvafiq orqanlara ötürülüb. Əməliyyatçılar bulduzer üçün diqqətlə izləyiblər, lakin onun qiymətli əşyanın gizlətdiyi yerdə necə çıxardığını tuta bilməyiblər. Qızılı qaçaqmalçılıq yolu ilə aparmaq demək olar ki, mümkün olmayıb, ancaq Magomed hiylə işlədib. Kiçik həcmli qızılları balıqların içində, böyük həcmli qızılları isə əridərək müəyyən qab formasına salıb və aparıb. 27 sentyabr 1971-ci ildə o iki çamadanla hava limanına gedib və onlardan biri böyük, digəri isə kiçik olub. Magomed minik talonunu alıb və sevincindən ölümcül səhv edib. İlkin olaraq tərəzidən kiçik çamadanı götürdüyü üçün tərəzi iynəsi qəfil sıfıra doğru sıçrayıb. Hava limanı əməkdaşı ikinci çamadanın boş olduğunu anladığı üçün dərhal müvafiq adamlara məlumat verib. Soloyev pillələri qalxan zaman milis və prokurorluq əməkdaşları onu saxlayıblar. Ondan götürülən qızılın ümumi çəkisi 16 kiloqramdan çox olub. Qızıl oğrusu yalnız dindirilmənin 5-ci günündə nə ilə üzləşdiyini anlayanda danışıb. Nəticədə müstəntiqlər Şimali Osetiya və Çeçen İnquş muxtariyyatında, eləcə də paytaxtdakı qaçaqmalçılar tutublar. Oğru dəstənin əldə etdiyi qızılların dəqiq miqdarını müəyyən etmək mümkün olmayıb. Ümumilikdə 40-dan çox adam həbs edilib. Rəsmi məlumatlarda hər il mədənlərdən qeyri-qanuni yolla orta hesabla 300 kiloqram qızılın ixrac edildiyi bildirilib. Soloyev istintaqa çox kömək etdiyi üçün ona ölüm hökmü verməyiblər. 15 il müddətinə ciddi rejimli cəza çəkmə müəssisəsində cəza çəkib.